Salam, Mehriban Görüş Verişlinin hörmətli tamaşaçıları. Bugünkü qonağımız müasir Azərbaycan toy musiqisi mədəniyyətində özünə məxsus yer tutan, milli musiqi elementlərini pop ritmlərlə sintez edən çoxlarının sevimlisi Manav Ağayevdir. Xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür edirəm. Manav bəy, ilk sualım belədir, amma xahiş edirəm, səmimi cavab verin. Manav Ağayev daxilən kimdir? Manav Ağayev daxilən desəm bunu, təbii ki, bunu məni tanıyanlar tanıyır ki, daxilən çox təmiz, saf, pak bir insanam. İnsan kimi insanam, dost kimi gözəl dostam, ailə bacısı kimi, bunu mənim ailələrim, aləm dediyi üçün deyirəm. Gözəl ailə bacısıyam, gözəl insanam, rəhimli insanam, sadiq insanam, dostluğu bacarıram ən əsas. Yəni bir adamla dostluq elədimsə, yəni hər şeyimdən keçərəm əsl dost üçün. İnan, daxilimi danışsam, mənim musiqilərim çox kölgədə qalır. Daxiləcən musiqimdən çox üstündür. Əslində, məni musiqisi kimi tanıyırlar, dost oluruq, yaxın oluruq. Sonra deyir ki, sən necə insan imişsən, sən nətər insan. Oxumaq qalır kölgədə ki, filan kəsdən yoxdur, filan kəs yaxşı olandır, filan kəs belədir. Musiqidən danışmır. Əslində biz musiqi ilə tanış olmuşuq. Yəni insani keyfiyyətlər o qədər deyilənə görə. Daxilimiz cəlb elədir də, daxili keyfiyyətimiz. Dostluq eləyəndən sonra o biləri musiqim qalır arxada. Yəni belə çıxır ki, bir ətrafınızda bir kəsi siz bir insanı incitməmişsiniz. Heç vaxt incitmərəm, heç vaxt mümkündür. Mən çünki elə bir insanam ki, heç kim atdan yuxarı baxmaram, ömrü boyu kasıb-küsubun böyründə olaram. Ola bilər səhvsiz insan yoxdur, kiməsə qarşı səhv eləyərəm, mən ondan 50 dəfə özümdən kiçik də olsa, aşağı da olsa, üzündən öpüb, üzr də istəyəməyi bacarıram ki, o insanın qəlbi məndən şey olmasın da, inciməsin. Mən belə bir adam var, məsələn, bilə-bilə bir səhv eləyib, hələ bir üstünə də gedir, heç üzr də istəmir. O insaniyyətli deyil, əsl insan. Özə mən elə bir adamdan üzr istəyərəm ki, o məndən çox-çox aşağıda, yəni deməsin, qorxdu və nəyəsə görə yox. Bir insan kimi mən ondan üzündən öpərəm, üzr də istəyərəm ki, bilmədən qəlbinə dəymişəm. Necə oldu ki, birdən-birə uşaqlıq arzunuz idi, yoxsa özünüzə nə vaxtdan qərar verdiniz ki, məndən müğənni olar? Yoxsa ailənizdə sizə dəstək oldu? Deməli, bizim ümumiyyətcə musiqiçi ailəsindən böyümüşəm. Hamısı musiqiçi olub, mənim dayılarım səsi olub, oradan keçib, ailədə də ki... Yəni, üzdə olan olub, tanınmışlar? Yox, o dövrdən deyirəm mən görmədiyim dayılar. Amma üzdə olan mənim Tofiq Ağayev mənim qardaşımdır, oxuyandır, Zahid Ağayev xanəndədir, mənim qardaşımdır, Anar Ağayev qardaşım oldu, Novruz Ağayev qardaşım oldu, Azəristanın qalibi zadı. Mən də ki, tanınırsan da, yəni mən uşaq yaşımdan oxuyuram və sənətə 13-14 yaşım var idi, ilk nağara ilə gəlmişəm. Elə o vaxtı, elə o vaxtı da kimin ansamblində? Özümüzün, demirəm, qardaşım Zahid, onun ansamblında var, Nadir Bayramlı ilə bir yerdə işləmişik. O nağara çağırırdı, mən udarnik çağırırdım o dövrdə. Bəs necə oldu ki, sonra müğənni verdiniz? Yox, mən bilirdim müğənni olacağım. 13 yaşında məni kim toy apara bilərdi? 13 yaşında kim idi toy aparan? İstəsəməz böyüyürsən də, birdən o deyirlər ki, falan kəs nağara çalmalı, başa düşəmir, 13 yaşında nə çalmalıydı? Nağara çalmalıydı ki, bir böyüsün də. O vaxtı da oxuyurdu. Məsələn, nağara çala-çala qabağıma bir mikrofon qoyurdular. Yeni mahnılar çıxan kimi oxuyurdum. Mən bilirdim oxuyan olacağım zaten. Ancaq bilmirdim ki, mən vaxt gələcək, mən rayondan Bakıya köçəcəm, Bakıdan məşhur olacağım. Bunları açığı bilmirdim. Ancaq oxumağımı bilirdim. Çünki mən rayonda həndə bir oxuyanların biriydim. Həndə bir 4-5 dənə oxuyan varsa, onun içində mən də var idim də. Ancaq Bakıya gəlməyim zadım, bunları bilmirdim. Ancaq bilirdim. Bəs necə oldu Bakıya gəldiniz? Bakıya mən 88-ci ildə İncəsənət Universitetinə daxil oldum. Hələ 88-ci ildə. Burada oxuya-oxuya sonra bu Qarabağ hadisəsində
hərçən ki, mən burada toya gedirdim. Aygün Şadlıq evi var idi, Razində. Burada mənim dostum, qardaşım Nadir var, qarmon çalan. İnstitutda onunla tanış olmuşdum. Mən burada tələbə olur, orada oxuyurdum. Hər axşam orada oxuyurdum. Ayın 30 gündə toyda olurdum. O vaxtda da Şadlıq evi zadı yox idi, 3-4 dənə Şadlıq evi vardı. 88-89-cu ildə, barmaqla sayılırdı. Orada oxuyurdum. Sonra da elə oldu ki, da bu qaçqınçılıq düşəndən sonra köçdük, gəldik bura, elə orada işlədim. Orada işlədim, təbii ki, burada biraz çox çətin idi tanınmaq. Bir neçə il keçəndən sonra başladım, bu kaset dövrü idi. Kaset dövründə elə bir kaset bıraxdım ki, özə maraqlı budur ki, o çox pul xərclədiyim kaset tutmadı. Yeni mahnılar, yeni şeylər, amma əl yazma ilə bir kaset bıraxdıq. Yəni, ölkə dəydi bir-birinə də. Bir günün içində elə bir həyatımda dəyişiklik oldu ki, yəni, hara gedirdin, astronovkalarda satırdılar da o vaxtı bazı. O mahnı səslənirdi, yəni. O Ağlama Füzulim var idi, çox idi, Ay Vətən oğlu var idi, Sorma məndə nə, o qəmgin notlar var idi, o Qarabağın şeyi. Ey bizə qaçqın deyən el oğullar, maraqlı şeylər idi. Nəbzini zamanı bax, bilmədən olmuşdu o. Bilmədən oxumuşdum. Gördüm ki, xalq bunu, çünki... Xalqın zəif yerinə toxunur. Bəli, elə bir dövr idi ki, burada o şəm mahnılar, zadlar, belə şeylər onlara şeyləmirdi də. Elə bir şey oxumuşdum. Mənim həyatımda elə onunla da dəyişdi də, yəni 5-6 ayın içində. Ondan sonra davam eləyə gəldik və göz qabağındadır. 50 il sonra Azərbaycan musiqi tarixin yazılsa, sizin adınız hansı bölmədə olacaq? Bəstəkar yaradıcılığı, muğam məktəbi, yoxsa sadəcə toy sənayesinin gəlirli dövrü? Mehriban xanım, mən Qarabağlıyam və elə bir ailədirəm ki, mən musiqini qəşəng bilirəm. Nəyi bilməsəm də, musiqini çox yaxşı bilirəm. Oturaram... Bugünün nəbzinə görə o? Yox, bilirəm. İndi sözüm var da, yəni demək istəyirəm, mən küçədən gəlməmişəm də musiqiyə. Mənim nəsilim, köküm musiqiçi, mən elə bir torpaqdanam ki, yəni bizim bildiyimiz elə musiqidir. Tarixdən, ədəbiyyatdan, siyasətdən desələr deyərəm ki, valla mən başım çıxmır, amma musiqi ocağından gəlmişəm. Mən musiqini bilirəm. Mən ilk sənətə gələndə bəstəkar mahnıları ilə gəlmişəm. Var o kasetlər də var, o lentlər də var. Sonra bu janr dəyişmək deyilən bir şey var. Biraz yolumu dəyişdim, gördüm ki, elə ondan sonra sevildim də. Yəni, mən muğamı da bilirəm, muğam da oxuyuram. Yəni, bilmədiyim bir şey, amma... Bəs necə bu janrları üstün? O janrda, yəni, özümü görmürəm də, başa düşsən. Gedib orada 20-ci oluncam, burada elə 5-ci, 3-cü olmaq ondan yaxşıdır da. Yəni, toyu nəzərdə tutuyorsunuz? Toy və xalq sevgisi. Yəni, bir gün mən göz qabağındadır. Mənim bəlli yaşım var, az yaşım yoxdur. Yəni, bir gün gündəmdəyəmsə, bir gün sevilləmsə, istəyir toyda, istəyir burada. Və seçdim və sənətə gələn günündən də yeganə insan olmuşam ki, hamı bu sözdən qaçırdı. Özün elita göstərmək istəyirdi. Yeganə müğənni olmuşam ki, ilk gələndən demişəm ki, mən toy üçün yaranmışam, toy müğənnisiyəm. Mən palatkadan çıxmışam və istəyirəm də belə qalam. Kim? Yəni, seçimi özünüz eləmişsiniz. Bəli. İndi gör, mən deyilən sözləri, çünki cəmaat qabaq özüm başqa zor göstərirdi. Ki, görmüyorduş, mən nə Avropaya çıxmaq istəyirəm, nə dünya səhnəsinə çıxmaq istəyirəm. Mən elə bax bu ölkədə, bir də bu SNG-də elə məni sevsinlər, bəyənsinlər, mənə bu bəhs edir. Çünki mənim sənətim o dərəcədə deyil ki, mən dünyaya çıxım, mənə bu bəhs edir. Və tutduğum mövqeydən də çox razıyam. Bir gün Manaf Ağayev kimi tanınmaq, məni saymaqları, hörmət eləmək, yəni bir hər şeyi bu oxumaqla eləmişəm. Və şükür Allah, çox da razıyam. Yəni, körəyiniz toydan gəlir, belə, ona görə də o yolu seçdiniz. Yenə də belə oxuyardım. Yenə bu repertuarı seçərdiniz. Yenə də belə oxuyardım. Çünki xalq kim nə deyir desin, mən oxuyanlar tanıyıram, nə boyda sənətləri var. Yəni, büyünləri, bizdə də toydur da, yalandan. Təlavət yoxdur, yəni sevilmir. Mənim xala deneyim boş qalacaqsa, cibimdə bir matım yoxdursa, o sənət mənim nəyimə lazımdır? Səhv deyirəm, səhv deyilsin. Yəni, biznesdə də toy üzrə. Əlbəttə, yox, mən o sənətim var.
Seçim sizin. Hə, yox, seçim yox. Mən sizə sual verirəm. Mənim sənətim var. Amma gəlir yox. Hə, gəlir yoxdur. Bu sənət nəyə lazımdır ki, mən? Bəlkə cəmiyyətin zövqü korlanıb. Çünki əvvəllər də toyda var idi, düyündə var idi. İslam zayıf. Zövq elə yerdir. İndi son zamanlar təmizləyib tutarıbdır. Yəni sənət mənət tutarıbdır. Ancaq mən sual verirəm. Toylarımızda Şövkət xanım oxuyubdu, Sara Qədim oxuyubdu. Onlar repertuarı. O vaxt bu mahnılar yox idi axı. Belə çıxır ki, yəni, o dövr bayağı mahnılara indi üstünlük verirlər. Yox, söhbət bayaqdan getmir. Niyə elə büyük Məmməd Bağır oxuyan mahnılar oxuyurlar, Niyamətli belə büyüyün də oxuyuruq, Ağadaş müəllim, Sabir Əli, onların mahnılarını oxuyuruq. Yeni də mahnı, elə həmən mahnılardır. Yox, bayağı deməzdim. Var ya, bayağı mahnılar var, məsələn, görsən sözləri, məsələn, dəxil olmayan şeydir. O 3 gündən sonra çıxıb gedir. Mahnı elə yenə də o bilən adam oxuyur, tənabətə görə oxuyur. Ancaq real danışmaq lazımdır. Yox, burada özümüzü göstərmək istəyirsə də ki, hə, olmaz, yəni bu mahnı olmaz. Yəni o düzgün danışmaq lazım. Hələ mən dəfən görmədim, gəlin mənə toyda başqa bir mahnı zakaz verirlər. Elə öz bildiklərimi oxumuşam, öz mahnılarımı, böyük-böyük sənətkarların mahnılarını götürmüşəm, heç bir, bu 40 ildə, 50 ildə bir nəfər gəlin bana deməyib ki, budur. Manaf bəy, 5-6 saat toy aparırsınız. Bəli. Elə olubmu ki, mahnının sözləri unudursunuz da insansız. Amma özünüzdən nəsə düzüb qoşursunuz, olubdur. Olur, hə. Ev sahibin də elə bilir ki, bu bir yenilikdir, onu razı sanmışsınız. Belə görsən, oxuyursan, muğam oxuduğun yerdə qəzəl yadından çıxdı. Fikirləşsən, ya bir boğaz elib, zəngil elib, onu tapana qədər, ya bir söz qoşsun, o olur, o insan. Amma bu ev sahibi bunu hiss eləmir. eləmir. Ev sahibi hardan bilir, ev sahibi onu biləmir, onun musiqiçi bilə bilmir. Ev sahibi nə bilsin ki, kim nə oxuyur, nə var. Olur, elə şeylər olanda olur. Toyda mikrofonu var da, belə şeylərə çox rast gəlirik ki, imkanlı bir qonaq alır, bir 20 dəqiqə tost deyir, sağlıq deyir. Onda özünüz haqda və içinizdən nə keçir, özünüzə... İçimdən eşinə əsəbləşirəm, toy sahibi gəlib deyir ki... Özünüzə deyirsinizmi? Da bu toy elə aparsan, mən də deyirəm, toy mənim onda öftəmə ver, mən də indi bilirəm də bunu. Bir də görürsən ki, hə, 4 nəfər söz deyir, biri müəllimdirsə, vapşə pis günə qoydu, bir saat şeyi dəyəcək. Hə, bilmir axı, bu 3-4 saatlıq soydu. Sonra bu danışır, istəyirsən ağzını açarsan, deyir bir tərəkəmə çal. Tərəkəmə də çaldı, qutada o kəsə bir yanıq çalam, bir kaset korlandı. Ürəyinizdə özünüzə nə deyirsiniz? Özümə deyirəm ki, dədə var, sonra deyəcəklər, bu bəs deyirdiniz, yaxşı toy yapar, özüm narahat olmam axı. O cəmaat bilmir axı bunu, amma mənim öftəmdə olanda, söz verilməyəndə, dayanmadan oxuyuram, hamı da oynayır, qəşəkdə oynayır burada. Da o dövr deyir ki, mənim falan mahnımı çalıb, oynadı, ritmdir, çaldılar, oynadı. O dövr idi, mahnının adını gəlib deyirdilər. İndi belə şey yoxdur, indi öftəlçiliyi verir, söz verdin, sağlıq dedi və yaxud da sağlıq demədi, oradan durdu, durdu, oynadı, getdi. Əlbəttə ki, toyu o məhv eləyən o söz dedi. Onlar 2-3 nəfər ağsaqqal söz deyər, qutarlar da, toyun axına qədər söz deməzlər axı, toy ölür axı. Tanınmış adamlardan sizə borçlu olan var və bugün də o pulu istəməyə üzünüz gəlmir. Pul istəməyə uşaq yaşından alacağım olub, borç həmişə olubdur. Tələb eləmişsiniz? Tələb deyəcək ki, indi bu efir söz deyil, istədiyim də var, istəmədiyim də var. Yəni istədiyiniz pulu tələb elədiyiniz var da, bilirəm ki, sizə borcu olanlar həmkarlarınızdan var, tələb elədiyim də var, indi verən də var. Eləmədiyiniz nədən utanırsınız, yoxsa utanırsınız pulunuzu istəməyə, yoxsa? Mən əslində utanıram, amma görürəm o utanmır, sonra istəyirəm, görürəm ki, hiç o da utanmır da. Mən də istəyirəm, indi o da deyir, dağıtma verəcəyik. İndi bu həməşəki olan şeydir. Yəni, bu belə suallar olmasa daha yaxşıdır, bu efri söz deyil. Olubdur, həmişə də olub. Yəni, söhbət çox gedir, ona görə sual verdim ki, hətta belə işləmişəm ki, siz demişsiniz ki, kişiliyimə sığışdırmıram, bağışladım. Elə şeylər çox olub. İndi xırda pulları da... Haqqı tələb eləməyi nə bağışlamaq? Haqqınızda vermişsiniz. Verəndə yaxşı alanda pis. Buradan mən bir dənə məsləhət verərəm ki, verməmək daha yaxşıdır. Kim verib əsəbləşmək. Sonra da onsuz da münasibət pozulur. Elə bəri başdan yoxdur, imkanım yoxdur, verə bilmirəm. İnandıram ki, onun yadından çıxacaq. 5 gündən, 3 gündən sonra elə həmən münasibətdə qalacaq. Amma versən, bu problem. Bu konkret problem. Elə olub ki, toyda 3 həmkar, 3-4 həmkarsız sizin vaxtınızdan istifadə edib
mahnının sayını çoxaldıb. Onda necə yola verirsiniz? Yox, Deyirsiniz, mən o onda vaxtı keçirsiniz mən razborka ilə. yeganə müğənniyəm ki, mən o şeylərə heç vaxt, mən istəyərəm mən olan toyda çox müğənni olsun, bir-birimizə kömək eləyək. Ondan sonra Köməkdən getmir. Yox, deyirəm də, bax bir dəfə toyların birində Yusuf Mustafayev indi baxır. Mən də yarım saatlıq getmişəm, elə ağzımı açıb oxuyurdum. Yusuf gəldi, çatdı ki, sənə qurban olum. Mən gecikirəm 5 ili saxladım, dedim ki, hörmətli izləyicilər, oyunçular da, qonaqlar. Bəs mən birazdan oxuyacağım, bu Yusuf bəlim, buyur. Yusuf bunu hər yerdə deyir ki, mən hələ belə şey görməmişim. Biri var söz verməyələr, biri var ki, mən oxuyuram, yarımsız kəsdim. Ya nə olar, insandır da. Yox, mən o fikirlə demirəm. İcazə aldıqsa siz də öz alicənablığınızı göstərirsiniz, dost xatirinə, mikrofonuna verirsiniz. Elə olur ki, toyda bir neçə həmkarlarımız yığılır, bilirlər ki, indi yarım saatdan sonra Manaf Ağayev oxuyacaq, amma istifadə edir də sizin vaxtınızda. Oxuyur, istifadə edir, özünü göstərir. Yox, əsəbləşmək yox. Yəni, deyirəm ki, tələsmirəmsə deyirəm, qoy oxusun, nə qədər oxuyursa. Tələsirəmsə deyirəm ki, mən bəs hörmətsizlik sayırsınız? Hörmətsizlik, mən ona nə deyim, indi bəlkə də təbii gəlir, bəlkə də şey deyil. Əlbəttə, vaxt tutamamsa, qoy çıx getdə, heç. Mən oldum, qeyri-manaf oldum. Yəni, üstündən vaz keçirsiniz. Yəni, onu söhbəti yaratmalım da. Məsələn, adamlar var, qonaq gəlir, biri mikrofonu verir, biri mikrofonu xodunlar. And olsun Allaha, mən musiqiçilərimə də tapşıram ki, bunu yola verin. Mikrofonun ən gözəlini ona verirəm, deyirəm ona xod ver. Daha oxuyan demir, deyirəm ona xod ver. Qoy bizdən razı geçsin də. Yəni, görsün ki, maşallah, ansambulda yaxşıdır, aparat da yaxşıdır. Yəni, mən belə şeylər bilmərəm. Mən indi qabağına çıxmayıb, nə eləməyib, mən Allaha da and içirəm, sizinlə verilişdə, düzdür, bu şablon sözdür, çox demişəm, amma o işitməmişsinizsə siz də işitin. Allaha and olsun, gör nəyə and içirəm, mən məcbur eləyən yoxdur, məhkəmə qarşısında deyiləm. O xainlik, paxıllıq, ümumiyyətcə o nə olan şeydir, mənə Allah onu qismət eləmir, şükür Allah. Yəni, mən onu bilmirəm də. Paxıllıq sağalmaz xəstəlik. Yəni, mən o şeyi bilmirəm də, and olsun Allaha bilmirəm. Bax, nəyə and içsən, Quran gətər, mən onu bilmirəm. Bilirəm yoxdur, amma mən belə çox and içirəm ki, heç kimə yəni inanmazdır, mən onu bilmirəm. Bilirsin, sən hər şeyi verən Allahdır. Mən nə xainlik çəkəcəm, qoy Allah məndən çox hamıya versin. Yəni, mən xainlik o vaxt eləyərəm ki, kimsə mənim düşmənimdə, əlbəttə ki, onu yaşamağını istəmərəm ki, o iş başı yaşamasın. Ancaq elə belə, amma bizdə üz-üzə öpüşür, dalla gelsən, gelib deyirsən ki, məsələn, başqa söz deyir. Yəni, insanlar nə yeyirlər, nə içirlər, nə tər yaşayırlar, bilmirəm. O şeylər məndə yoxdur. Manaf bəy, qocalmaqdan qorxursunuz? Əksinə, qocalmaqdan bu həyat elə bir şeydir ki, bilsəm ki, mən ölüb gedəcəm, kimlərsə qalacaq, onda qorxaram. Bu həyat müvəqqətidir, 5 il sonra, 3 il sonra bir-bir gəlib gedir. Mən qorxduğum xəstələnməkdir. Allah məni öldürəcəksə, elə yatdığım yerdə öldürsün mənə, yəni o zülüm, ölümlər görmüşəm, onu yaşatmasın mənə, mənə onu göstərməyim, elə yatım durmuyum. Bəs səsiniz titrəyəndə, o toylara dəvət olunmayanda, belə deyək, Manaf Ağayev unudulanda, bu sizi qorxutmurmu? Qorxutmur, amma istəmərəm unudulum, çünki... Hazırlığınız var? Təbii ki, hazırlığım, çünki mənim qardaşım rayonumuzda barmaqla göstərdilər. Bəlkə də 3 dənə musiqiçi var isə, həm imkanlı, həm hörmətli, həm şəxsiyyətli bir o idi. Bir günləri, məsələn, eləmə ki, o sənətdə olmayıb da, qıraqdadır. Artıq yaşdır da, mən də indi bilirəm ki, 75 yaşı var da, indi düyün aralanıb, həm də ki, yəni, onu görüb özümə şey, bu sənət elədir ki, yavaş-yavaş təhvil verməlisin. Amma şükür Allaha, Allahımla o qədər razıyam ki, and olsun Allaha, mən zamanımda belə oxumamışam. Bugün oxuduğumu, bunu hamı da deyir, hamı da bilir də. Amma yaş özünü göstərir də, yaş gəldikcə səsdə titrəmələr. Amma mənim səsimdə bir dənə bir yer var idi. Mənim başa sardılar, getdim ora, 15 gün orada müalicə olundum. Ondan sonra heç zamanlıqda belə bir səsim olmuyor. Səs bundan, səs istəsəməz getməlidir. Səsim öz yerində, yəni bu sənət də belədir ki, əslində bir-iki dənə işlər var. Onları qurandan sonra özüm getməyəcəm. İstəyirəm ki, bu sənətdən
hörmətli getmək bizdə çox az olub. Bəli. Çox az olub. Tamaq imkan vermir, Onunla şöhrət. qınamıram. Məsələn, sənətdən aralana bilmirlər. Yəni, deyim imkanı yoxdur, yox. Sənətdən aralana bilmirlər. Mən bir dostumuz var. Sənət yaşadır da. Bir dostumuz var. Çox böyük imkanlıdır, müğənnilərdəndir. Ona bir dəfə sual verdim ki, sən neysən ki, toya getmək şükür Allah'a da, hal-hazırda yaşayır. Qayıtdı mənə dedi ki, and olsun Allah'a, mən deyim imkanım yoxdur, hər şeyim var şükür Allah'a. Bildim kimi deyirsiniz. Amma dedi, mən ölərəm. Bu sənətdən getsəm, mən ölərəm dedi. Ona görə ölməmək üçün qalmaq istəyirəm. Burada mən onu başa düşdüm. Bəs nə, mən də mədəniyyət adamlarını belə başa düşdüm. Onlar efir üçün yaranıblar, efir üçün yaşayırlar, cəmiyyət üçün yaşayırlar. Musiqidən aralanmaq yox, musiqiyə qulaq asaram, az-az məclisdə oxuyaram. Licbubdə bu çirkafdan aralanmaq istəyərəm. Çünki çox çirkpağa doğru gedirik. Sən, yəni, hörmət, izzət itibdir. Kim kimə nə istəyir deyil, kim kimə nə istəyir. Sözün deyir, ona görə çox çətindir. Bu sahədə qalmaq çox çətindir. Kim bacarır qalır, hərə bir cürə bacarır, hərə bir cürə gəlir, amma hərə də özünün tamaşaçısı var. Manaf bəy, siz hər zaman İslam Rızayevin müəlliminiz kimi qeyd edirsiniz. Bəli. İslam Rızayev bugün yaşasaydı, sizin toyluq mahnılarınızda və imicinizə görə üzünüzə nə deyərdi? Sizi tənqid edərdi, yoxsa pul qazanmaq vaxtıdır deyə dəstəkləyərdi? Yox, əslində İslam Rızayevin mənim haqqımda danışdığı lentlər var. Mənim səsimi çox bəyənirdi. Allah rəhmət eləsin. Ağaxan Abdullayev bir dəfə mənə dedi ki, sən ümumiyyətcə bilirsən, sənin səsin hansı səsdir, hansı şeydir. Sən niyə bir tar kamança muğam oxumusan? Dedim, ustad, oxuyaram. İslam Rızayev bizə yaxın adam idi. Mənim qardaşım onun ansambılda bir yaxt dediyim tar çalan idi. Bizim məclislərdə məni çox bəyənirdi. Ancaq mənə deyirdi ki, biraz klassikaya da, siz bilirsiniz də, Azərbaycanda, bunu mən qorxmadan deyərəm, ən çətin mahnıları İslam Rızayev oxuyub. Ömrü boyu çətin mahnı oxuyub. Yəni, Prama belə bir şesbasın mahnı oxuyub. Həbis çətin mahnılar oxuyubdur. İslam, mənim səsimi ellimizdir, bilirdi. Heç vaxt heç nə deməzdi, mən də çox bəyənirdi. Mənim haqqımda da neçə dəfə intervyu zad vermiş, sağ olsun, Allah ruhunu şad eləsin. Yaxşı sənətkar olmaq üçün... Əslində, üzr istəyirəm, yəni Ağadadaşı da o çox sevirdi, Baloğlan da o çox sevirdi. O bizim oxuduğumuz janrı çox üstünlük verirdi. Məsələn, üstünlük verir, amma özü oxumur. Özünün yolu başqa idi də. Məsələn, özü də yox, o biraz fars yolu, onun da yolları vardı. Məsələn, Ağadaş mənim dəfələrlə mənə danışıb ki, məşqdən sonra dedi ki, Ağadaşqa gedək filan yerdə bir dənə bir şey oxu, qulaq asın. O yolu Baloğlandan ötəri ölürdü, bilirsiniz. Həmən janrda, həmən oxumaqdır. O yola biraz meyilli idi. Amma özü o yaşla və yaxud ustad sənətkar olduğu üçün həmişə belə şeylər oxuyur. Yaxşı sənətkar olmaq üçün yaxşı insan olmaq lazımdır, yaxşı adam. Bunu siz demişsiniz, bəli, mən hər yerdə demişsiniz. Yaxşı sənətkar ola bilərsən, amma yaxşı insan olmayandan sonra heç o adam var. Nə demək istəyirsiniz bundan? Yəni mənim üçün birinci insaniyyətdir də, ikisi bir yerdə olanda... İkisi bir yerdə deyil, səsi, dünya şöhrətli səsi var, amma daxilən siz gördüyünüz kimi o deyirsiniz, kişilik xarakteri yoxdur onda, zəifdir. Belə çıxır ki, bu sənətkar deyil. Yox, niyə sənətkar? Sənətindən heç kim danışmır, amma mənim üçün deyirəm. Siz özünüz üçün deyirsiniz ki, yəni birinci növbədə insan ol, bir adam var, məsələn, bir balaca sənəti var, amma insan kimi ona belə çoxsa onun sənəti elə bir qalxır, nətər olur da. Amma mən, məsələn, sənətçilər tanıyıram, Məcda kimi oxuyur, efirə çıxır, geyim yox, danışıq yox, o sənət kimə lazımdır, onu ancaq elə kasetdə qulaq asasən, üzün görmək istəmirsən. Amma onun ikisi bir yerdə olanda, biraz insaniyyəti, biraz sənət, sənin qabağına heç kim alanməz. Heç kim alanməz. Çəkilişlərin çoxunda rastıma gəlir, deyirsiniz ki, elə belə manaf olmamışam, bu sizin vizit kartınızdır. Bəli, mən elə belə gəlməmişim. İndi nə var ki? Aha, elə belə manaf deyəndə nəyi nəzərdə tutursunuz? Yanəcət çəkmişəm, zülüm çəkmişəm, qapılarda qalmışam, yalvarmışam bütün məndən böyük sənətkarlar. Nə olan, mənim anam xəstədir, mən efirdə görmək istəyir, mən pulumu alın,
Bir də efirə çıxdım. Mən də adam qalmadı deməmiş olam. Heç kim mənim anam görmədi mən efirdə. İndi efirə çıxmaq üçün kim istəyirsə yesin çıxsın. Və ya sosial şəbəkə nə istəyirsən de bir gün içində bax. Bir gün nə var oxumağa, tanınmağa. O vaxtı tamam başqaydı. O vaxtda bir xalça olurdu. Xalçadan qırağa bir addım atan verdi. İndi Doğru. o oyunuyla indi hamı çıxmış görmüş də. Yəni bir gün nə var? Mən zülüm çəkmişəm. Mən gedib kaset buraxdırdım, gedirdim faizə pul alırdım, gedirdim mahnı alırdım, aranjmanı boşda qalırdım, toy çalma, belə damladım. Mən kimsə bir dənə bir kişi çıxıb deyənməz ki, mən sənə az köməkli eləmişəm, mən sənin əlindən qolundan tutub yardım. Belə bir şey yoxdur. Amma show biznesi yarısını mən gətirmişəm. Bir ikisini adını çəkə bilərsiniz. Yox, ayıbdır da, o başına vurmaq olur. Yox, özləri bilir, özləri deyirlər. Hər gün deyir, çox sağ olsun, mən ilk dəfə bu elədi, bu elədi, bu elədi, bu çoxdur, bir deyil, ikidir. Adların nə deyim, onu o başa vurmaq olur. Amma yəni kömək eləmişəm də, dəstək olmuşam. Bir gün mənim imkanım olub, xahiş eləmişim, Mehriban xanım, mənə görə o qız dəvət edin, demişəm ki, baş üstə gəlsin. O birisine zəng eləmişəm, o aparacıya ki, mənim dostumdur, imkanı yoxdur, mənə hörmətim varsa, belə-belə. Amma mən elə düşünürüm ki, elə hamı elə gəlir də. Xahişlə, dostluqla. O dövrdə yox idi, mənim pulum adımdadır idi, mən eləyənmədim, mən onu eləyənmədim, mən keçənmədim. Keçənmədim, o eləyir, kim eləyir, birini eləyirsən də, birini eləyirsən, amma mən nə qədər əlimə imkan gəlib, hamısını eləmişəm, bunu da hamı bilir. Elə məclis olubmu ki, toy sahibi bir mahnını sizə ən azı bir 10 dəfə oxusun? Olub. Olubdur. Hə, o Aycanı yanmışla canlı bu qız təzə çıxan vaxt. Bunu oxumaqdan bezmişdim. Siz daxilən özünüzə necə yanaşırdınız? Özümə belə yanaşırdı ki, sevirlər, mənim mahnımdır, kimisə mahnısıdır. Xoş gəlirdi, amma haradasa çox oxuyanda, hə də çox, amma neyim ki, o da bir müddət idi də, bir dəbdə olan vaxt idi. Görürdüm ki, məsələn, o Aycanı yanmışla canlı bu qız mahnısı olmuşdu, bu çox dəbdə idi. Əsas da Aycanı yanmış çıxan vaxtla. O, hamı istəyirdi də, onu gəlib onu istəyirdi də. Olur da elə bir mahnının bir dövrü olur. Mən həmişə deyirəm ki, bax, hamısının üzünə qarşı deyirəm, bax sən, hər şey məndən artıq ola bilər. Pulunda, varında, atanda, ananda, qardaşında, geyimində, hamısı məndən, amma sən deyirsən ki, mən səndən yaxşı dostum, sən səhv edirsən. Görürsən, hamısını verdim sənə üstünlüyü, amma bu dostluq, yəni mən dostluğun zərliyəm. Yəni bu mənlə kimsə, məni tanıyanlar tanıyır, bilənlər bilir. Mən dostluq edirəm. Bu da yaxşı şey deyil ha. Yox, hamısından da zərbə almışam. Deyim sənə nəsə ki, düz hamısına aid deyil. Olur da, yəni olur çoxları. Hə, çoxları. Süzgəçdən keçdi. Maraqlı bilsən nədir? Maraqlı budur ki, mənim həyatımda önəm olanlara. Məsələn, sənə bir şey eləməmişəm də, səni tanımam. Səndən elə bir kişilik, elə bir hörmət görmüşəm ki, şoka düşmüşəm ki, bu məni nə tanıyır, bu məni nə də... Bundan gözləyirəm onu, amma hər şey tərsinə olur. And olsun, efir olmayan, burada elə şeylər danışaram ki, havalanarsan ki, yəni düz deyirsən. Yox, indi bu elə şeydir ki, şəxsi olan şeylərdir də, yəni bunu demək olmaz. Yəni mən belə şeylər görmüşəm, yəni Allah hamısının canını sağ olasın. Sonra mən qərara gəldim ki, elə efirdə dedim, bir dəfə dedim ki, mən düşündüm ki, mən səhv danışmışam. Özüm qərara gəldim, dedim ki, günah onlarda deyil, günah məndədir. Çünki mən hamını özüm kim görmək istəyir, bu mümkün deyil, axı qardaş, onun gücü bura qədərdir. Sən də bunu diləmirsən ki, mənim kim oldu, onda nə mənası oldu? Özümə fikirləşdim ki, qardaş, o mənə olan bir də, bunu zorla öldürürsən ki, bununki bura qədərdir də. Amma məndə elə deyil. Məni buradan vuracaqlar, buradan gələcəm, buradan qavacaqlar, buradan gələcəm ki, dostum var, evet, dostumu tutublar və ya dostum ağır gündədir, mən ora getməm, mən belə bədbaxtam. Dost haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə görəm dosta belə çox. Dost haqqında nə deyərsən deyəcək, dediklərim hamısı dost haqqındadır da. Yəni, dostluq eləməyin. Eləyəndə kişi kimi dostluq eləyin. Yəni, maddiyyətə görə dostluq eləməyin. Sən onsuz da mən görsəm ki, sən kişi oğlansan, yaxşı adamsan, imkanın da yoxdur. And olsun Allaha sən heç bilməyəsən, mən özüm sənin arxanda duracağım, əlimdən nə gəlir eləyəcəm. Yəni, istifadə eləməyin də, istifadə eləməyin. Onsuz da mən görsəm ki, sənin problemin var, sənin evində, ailəndə problem var, dolanışın püstür, onda mən nə kişiyəm ki, mən onsuz da sana hörmət eləyəcəm, onsuz da sənə bazarlıq eləyəcəm ki, mənim dostum niyə görə kimisə evində qal.
Amma istifadəyə görə gəlib, məsələn, dost var, gəlir, mən səni çox istəyirəm, müəllim, bəs səni istəyirəm, sən mənim qardaşımsan, falan, 10 gün keçiyorsa mesaj yazır, müəllim, mənə, bəs falan, sən kim olduğunu bildin. Amma mənim dostlarım var, 40 ildir dostluq eləyirəm. And olsun Allaha problemlərim olub, demişəm, Allah, mən buna necə deyim? Utanmışam, mən ona demişəm. Hayır, deməmişəm ki, hoca bilirəm, yəni problem yoxdur da, yəni bir dəfəndən, nə olar mən? Allahın dostu utanmışam, mən ona deməmişəm. Mən Lusi gedib bankdan pul götürmüşəm, gedib faizə pul götürmüşəm ki. Siz özünüz bayaq vurguladınız ki, mən qarşı tərəfdə dostumu görürəm ki, onun çətinliyi var. O bilmir axı, o bilmir. O bilmir, mən onu elə aparıram ki, bildirim. Bax, bugün, and olsun Allaha deyirəm, məndə olan problem heç kimdə yoxdur. Mən heç vaxt bilmərəm, mən onu heç vaxt sevmirəm ağlamağı. Onda Allah da sevmir. Söhbət əsasında yaxın dost bütün problemləri istəsən də istəməsən də evinçi sayılır da, dost bilir axı. Necə gizlətmək olur? Yox, müəyyən dostlarını bilir, bir-birimizə kömək edirik, əli çatır. Amma mən deyirəm, elə bir dostum olub ki, yəni elə bir problem olub ki, mən bundan, söhbət böyük summadan gedir, söhbət 1000 manatdan getmir, onu evdən də taparım. Hə, yəni mən ona nətər deyim, mən onu utanmışam, mən onu deməmişəm. Amma adam var, səni tanım 2 gün salam verib pul istəyir. Sən o bildi də sən kimsən, pulsan. Sən bilindi. Sənin həqiqətən də ehtiyacın olsa, istəməməlisən. Çünki sən onu qazanmamsan axı, bir aydır məni tanıyırsan. İllər keçməlidir, mən səni tanımalıyam. Və ya ki, sən rayondan biri, nə bilim, 10 dənə yumurta, 2 dənə toyuq, gətdi, müəllim, bu səpaya gətirmişəm, 3-cü gün görsən mesaj gəlsin ki, müəllim, mənim bir-bir ehtiyacım. Yumurta ilə toyuq baha başa gəlir. Hə, toyuqların birinin hərəsi düşür 1000 dollara, 1000 manata. Bax, belə şeylər var. Yəni, onlar da yaxşı şeylər deyil. Ona görə deyirəm ki, sən dedin dost haqqında. Dostluq eləyəndə, kişi kimi dostluq eləyəndə, o qabağındakı oğlan görəcək ki, sən həqiqətən şəxsiyyətli olansan, yaxşı olansan, təmənnasız olansan. O dost onsuz da sənə əgər imkanı varsa, əlindən çatırsa onu eləyəcək. Yoxsa istifadə edən o 5 gün, 3 gün gedər. Verilişimiz yekunlaşmaq üzrədir. Sonda pərəstişkarlarınıza nə deyə biləsiniz? Pərəstişkarlarıma çox sağ ol deyərəm ki, Allah sizə ömür versin, mənim gündəmdə qalmam sizə görədir. Siz o komentarları yazmasanız, siz o sevgilərini bildirməsəniz, mən gedirəm məsələn məclisə, insan əlindən yer olmur da, məsələn toyda nə qədər şəkil çəkdirərlər. Bunların hamısı, mən bundan ləzzət alıram, mən sevinirəm ki, xalq istəyir, amma bəzi müğənnilərimiz var, 2 dənə şəkil çəkir, bu budur, onlara mən yaxşı baxmıram. Mən naburat üstü başı bir pis olanı ilə qucaqlayıram. Onlara görə sevilirsiniz. Hə, elə onu ilə qucaqlayıram, onu ilə fərqli qucaqlayıram ki, ona görə bizi sevdirən onlardır, çox sağ ol deyirəm onlara. Bəs yeni mahnılarınız haqqında? Yeni mahnılarım çoxdur, dəqiqə 4-5 dənə mahnı üstə işləyirəm. Oruçluğu gözləyirəm ki, qutarsın, başlayayım onları oxuma, hamısı aranjmandadır. Mən o şeydən heç vaxt qalmaram. Uğurlarınız bol olsun. Çox sağ olun, sizə təşəkkür edirəm. İntizarda qalmaz. Manat bəy, verilişimizə gəlmişsiniz, yəqin ki... Hər şey gözəldir, mən sizə təşəkkürüm bildirəm, mən illər onca... Mahnı ilə bizim ürəyimizi, tamaşaçıların ürəyini şad edəsiniz. Hörmətli tamaşaçılar, bununla da verilişimiz sona çatdı. Sağ olun, gələn mehriban görüşlərə dək. Sözü veririk musiqiyə. Ürəyim, canım sən əzizim, sevgili, yadım sən əzizim. Ürəyim, kanım sən əzizim, sevgili, yadım sən əzizim. Seni gördüm, qamaşdı gözlərim, canım
yalan